Münafiqun surəsi nazil edib. Və bu surədə münafiqlərin kafirliyin bir addımlığında olduğunu bildirir. Və onların qəlbinin də mühürləndiyini bildirir. Peyğəmbərimiz buyurur ki, kiçik günahlardan özünüzü qoruyun. Çünki kiçik günahlar insanı daha böyüklərinə götürür. İlk baxışda insan kiçik günah işlədiyi zaman yəqin ki, Rəbbim mənim üçün bunu günah saymaz deyə düşünür. Amma o günah insan üçün adiləşdiyi təqdirdə artıq böyük günahlara yön alırsan, istiqamət alırsan. Böyük günahlarda vicdanən başlayır insanı narahat etməməyə. Münafiqlik elə əslində sizin dediyiniz kimi həm də ikiyüzlülükdür. Doğrudur. İnsanlardan gözündə başqa cür görünüb, daxildə başqa cür